Təşəkkür edirəm Sahibə xanım, hörmətli xanım sədr, hörmətli həmkarlar. Müzakirəyə çıxarılan torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi dövlətin torpaq üzərində sərəncam səlahiyyətlərinin aydın, şəffaf və hüquqi çərçivədə müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maddənin qapalı siyahı prinsipi əsasında formalaşdırılması vətəndaşların mülkiyyət hüququ üçün əsas təminat mexanizmlərindən biridir və bu baxımdan müsbət qiymətləndirilməlidir. Bununla yanaşı, müqayisəli hüquqi təhlil göstərir ki, müasir dövrün çağırışları nəzərə alınmaqla mövcud siyahının müəyyən sahələr üzrə yenilənməsi məqsədə uyğun ola bilər. Ekoloji təhlükələr, rəqəmsal transformasiya prosesləri, sosial infrastrukturun genişləndirilməsi və fəlakət risklərinin artırılması kimi amillər dövlət ehtiyaclarının məzmununu daha da genişləndirir. Bu baxımdan təklif edirəm ki, iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq öhdəliklər və yaşıl iqtisadiyyat hədəfləri nəzərə alınaraq bərpa olunan enerji layihələri, həmçinin daşqın və sürüşmə risklərindən qorunma məqsədi ilə mühafizə zonalarının yaradılması dövlət ehtiyacları sırasında ayrıca nəzərdən keçirilə bilər. Bu, həm ekoloji təhlükəsizliyə, həm də davamlı inkişaf prinsiplərinə xidmət edər. Həmçinin Avropa ölkələrinin böyük əksəriyyətinin qanunvericiliyində dövlət xəstəxanaları, məktəblər, universitetlər və uşaq bağçaları kimi ictimai sosial obyektlər torpağın alınmasına əsas kimi tanınır. Qanunda isə bu sahə mövcud siyahıda birbaşa əks olunmayıb. Qarabağın bərpası prosesi və sosial infrastrukturun genişləndirilməsi zərurəti nəzərə alındıqda bu boşluğun doldurulması xüsusi aktuallıq kəsb edir. Bununla yanaşı, rəqəmsal Azərbaycan strategiyasının uğurla həyata keçirilməsi üçün data mərkəzləri, fibroptik magistral xətlər və müasir telekommunikasiya infrastrukturunun inşası getdikcə daha vacib hala gəlir. Bu sahədə torpağın alınmasına hüquqi əsas vermək dövlətimizin rəqəmsal gələcəyini təmin etmək baxımından zəruridir. Siyahının genişləndirilməsi ilə paralel olaraq bir sıra prosedur zəmanətlər də mütləq qanuna əlavə edilməlidir. Müstəqil qiymətləndirmə mexanizmi, torpaq sahibinin məhkəməyə müraciət hüququnun açıq şəkildə təsbit olunması, kompensasiyanın bazar qiymətindən aşağı ola bilməyəcəyi norması və alınan torpaq nəzərdə tutulmuş məqsəd üçün istifadə edilmədikdə qeyri-qaytarılma mexanizminin olması yaxşı hal olardır. Bu zəmanətlər olmadan siyahının hər hansı genişləndirilməsi vətəndaşların maraqlarına zərər vura bilər. Hörmətli xanım sədr, hörmətli həmkarlar, beynəlxalq təcrübə göstərir ki, dövlət ehtiyaclarının siyasi statik olmamalı, ölkənin inkişaf strategiyası, ekoloji öhdəlikləri və texnoloji tərəqqisi ilə paralel olaraq yenilənməlidir. Lakin bu yenilənmənin hər addımı mülkiyyət hüquqlarının qorunması baxımından daha güclü prosedur zəmanətlərlə müşayiət olunmalıdır. Məhz bu balansın saxlanılması hüquqi dövlət prinsipinin əsas şərtidir. Qanuna təklif edilən dəyişiklikləri dəstəkləyirəm. Mənim də irəli sürdüyüm təkliflər məqsədə müvafiq olduğu təqdirdə indi və ya sonraki müzakirələr zamanı nəzərə alınmasını xahiş edirəm. Diqqətiniz üçün çox sağ olun.